Qarşı tərəfi, həyat yoldaşının şəxsiyyətini sındırar, belə deyək, qürurunu sındırar. Bax, bu cür söz, qohum, əqrabanın yanında, dostun, tanışın yanında. Yox, bu tərəfdən də ola bilərdi, kişi qadını. Və bu cür addımlar əlbəttə ki, evin ruzusunu da çökər aparar, evin bərəkətini də götürər aparar. O evdə mənəvi abu-hava da olmaz, mənəvi hal da olmaz. Bəzi vaxtlar bu cür hallar səbəb olur ki, dualar deç gedib Allahın dərgahına yetişməsin. Səmanın qapıları bağlanır bəzi yerlərdə. Baxın, bir dənə ayə deyim sizə, səma kəlməsi Quran-ı Kərimdə iki cür işlənib. Bir adi səma, inna zəyyənnə, biz deyir, zinətləndirdik, əs-səmaəd-dünya, buyurur ki, biz deyir, qoy ayəni belə deyim, biz zinətil kəvakib, deyir, biz dünyanın səmasını, səmaəd-dünya, dünya səmasını neynədik? Zinətləndirdik ulduzlarla. Bir deməli, səma ibarətdir bu dünyadakı səmadan. Bir dənə də səma var ki, o ibarətdir mənəvi səmadan. Allah Qur'anı buyurur, fis-səmai rizqukum. Sizin ruziləriniz haradadır? Səmalardadır. Yaxşı. Bir ayda buyurur ki, la tufəttəh ləhum əbvabus-səma. O səmanın qapıları bağlıdır. O mənəvi səmanın qapıları bağlıdır. Əlləzinə kəzzəv bi ayatillah və istəkbəru ənha. Kimə bağlıdır? Allahın ayələrini dananlara və təkəbbürlük eləyənlərə, istikbar eləyənlərə. Deməli, mənəvi səmanın qapıları bəzi vaxtlar nə olur? Bağlanır. Mənəvi səmanın qapısı bağlansa nə olur? Nə dua qalxır, nə rəhmət düşür. Biz bəzi vaxtlar əməllərimizlə Allahın o mənəvi səmalarının qapılarını bağlayırıq. Ona görə nə duamız Allaha ucalır, nə özümüz meyraca yüksəlirik, nə xüsusi rəhmət enir aşağıya.